Buongiorno. Sizə Sorrento'dan, İtalyadan aldıqlarımı göstərəcəm. Birincisi belə bir mavi dondu. Bunun rənginə aşiq oldum. O qədər gözəl rəngi var, belə parlaq mavi. Və hamısının da materialı 100% pambıqdır. İkinci don isə bu şəkildədir. Üzərində belə muncuqlar var, bisirlər var. Bundan bir dənə qalmışdı. Bir dənə də belə bir don almışam. Bu da o birinə oxşuyur. Bu da ancaq bisirlərdir. Bir dənə belə şapka almışam. Bunun da üzərinin desenlərindən xoşum gəldi. Çanta almışam. Handmade. İçərisində belə bir qulpu da var. Bunu 20 euroya almışam. Birinci mavi donu 30 euroya almışam. İkinci donu 30 euroya almışam. Üçüncünü də 35 euroya almışam. Burada hamısı kətan müslin parçalardır və hamısı ağ rəngdədir. Mənim də kətan şalvara ehtiyacım var idi. Kətandır, müslindir, bilmirəm. 100% bu da pambıq. Bunu da 45 euro olub 30 euroya düşüb. Bunu da çox bəyəndim. Çox qəşəngdir. 2 paketdə hədiyyəli bir şeylər almışıq. Ümumiyyətlə Sorrento'da hər şey daha münasibdir. Əgər İtaliyaya gəlsəz, bütün alışverişi oradan edin. Mənim alışverişim bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.